Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin ve ali Muhammed. İmam Baqir əleyhissalam belə buyurmuşdur. Gizlində günah edən kəsə Allahu Teala etinasız olar. Salamlayırıq əziz, dəyərli izləyiciləri. Allahın izni ilə şəriət hökmləri davam eləyir və biz namazın hökmlərini bir müddət saxlayıb, orucun hökmlərinə keçirik ki, qarşıdan mübarək Ramazan ayı gəlir. Biz də həmin bu orucun hökmlərini daha yaxşı, daha dərin bilək ki, tutduğumuz oruclar düzgün olsun. Birinci məsələ orucun vacibliyi haqqındadır ki, hər birimiz bilirik ki, Qurani-Kərimdə Allah Teala orucu bizə vacib buyurur mübarək Ramazan ayında. Və bu mübarək Ramazan ayında mükəlləf olan kəslər, yəni həddi buluğa yetişmiş və ağlı olan hər bir kəsin boynuna vacibdir ki, Ramazan ayını bir ay müddətində oruç tutsun. Orucun özü də odur ki, insan sübh azanından şam azanına qədər Allah Teala'nın əmrinə yerinə yetirmək üçün onun qoyduğu qadağalardan və orucu batil edən şeylərdən çəkinməsidir. Oruc da ibadətlərdən sayıldığı üçün gərək niyyət edilsin. Niyyəti də qəlbən və yaxud dillə demək vacib deyil. Elə qurbətən ilallah qəsdi ilə, yəni oruç tutacağın qəsdi ilə sübh azanından şam azanına qədər insan özünü orucu batil edən işlərdən saxlasa, bu özü niyyət hesab edilir. Və həmçinin alimlər tövsiyə eləyir ki, arxayınlıq və yəqinlik yaranması üçün sübh əzanından bir müddət, yəni bir neçə dəqiqə əvvəl orucun tamamlasın və şam azanından da bir neçə dəqiqə sonra iftar etsin. Mübarək Ramazan ayının hər bir gecəsi sabah orucu niyyəti etmək üçün kifayət eləyir. Yəni sabahsı gün oruç tutacam niyyətini etmək üçün kifayətdir. Lakin alimlər deyir, daha yaxşısı budur ki, Ramazan ayı girən gündən bir ay oruç tutacağını niyyət etsin. Niyyətin də xüsusi vaxtı yoxdur, yəni sübh azanından əvvəl nə vaxt niyyət etsə, niyyət doğrudur. Niyyətin özü bu haldadır ki, yəni insandan əgər birdən soruşsalar ki, sən imsaka, yəni o başlanlığa nə üçün durubsan, yəni məqsədin nədir? İnsanın bu suala verəcəyi cavab olsun, yəni mən oruc üçün durmuşam. Bunun özü niyyət hesab edilir, yəni sən nə iş edəcəyindən artıq xəbərdarsan. Müstəhəb oruçlarda isə, yəni bəyənilən günlər Rəcəb və Şaban ayının tutulan oruçlarında isə insan niyyəti gün ərzində belə edə bilər. Məsələn, şam azanına qədər mən orucu batil edən bir iş görməmişəmsə, onda şam azanı verilməmişdən oruç niyyəti edə bilərəm və orucum doğru sayılır. Əgər bir kəs Ramazan ayında oruç tutmaq yadından çıxsa, məsələn, insan yuxudan ayılıbdır ki, bugün Ramazan ayıdır və mən oruc olmalıyam, amma niyyət etmək yadından çıxıb. Alimlər qeyd eləyir ki, zöhr azanından əvvəl yadına düşsə və orucu batil edən heç bir iş görməyibdüsə, onda o insan oruc niyyəti edib həmin günü tutacaq və orucu doğrudur. Amma zöhr azanından sonra yadına düşsə, orucu batil edən bir iş görməsə belə, həmin gün orucu batil edən heç bir iş etməsin, lakin Ramazan ayından sonra həmin günün qəzasını tutacaq. Ramazan ayından savayı başqa günün oruçlarını tutan kəs niyyətində bildirməlidir ki, məsələn, qəza orucu tutur və yaxud da kəffarə orucu tutur. Amma Ramazan ayının orucunda belə bir niyyət vacib deyil, yəni oruç tutmaq niyyəti etsə kifayət edir. Hətta insan Ramazan ayı olduğunu bilmədən başqa bir oruc niyyəti etsə, məsələn, qəza orucu tutsa və sonradan başa düşsə ki, Ramazan ayıdır, onda həmin oruc Ramazan ayının orucundan hesab olunacaq. Lakin insan qəsdən Ramazan ayı günü başqa oruc niyyəti etsə ki, məsələn, qəza orucu tuturam və yaxud kəffarə orucu tuturam, onda o insanın orucu batil olur, yəni oruc nə Ramazan ayının orucundan hesab olunur, nə də ki, qəza və yaxud kəffarə orucundan. Ayın birinci günü, ikinci günü və yaxud üçüncü günün orucunu tuturam kimi niyyət etməsi vacib deyil. Əgər insan belə bir niyyət edibsə ki, məsələn, ayın ikinci gününün orucunu tuturam və sonradan öyrənsə ki, ayın üçüncü gününün orucudur,
yenə də orucu doğrudur. Əgər insan sübh azanından əvvəl oruc niyyəti etsə, yatsa və şam azanından sonra oyansa, yenə də orucu düzgündür. Əgər uşaq Ramazan ayında hədd-i buluğ yaşına çatsa, onda o insana oruc vacib olur və həmin günü də mütləq təyin eləmək lazımdır. Əgər uşaq Ramazan ayının xüsusi bir günü, məsələn 5-ci günü sübh azanından əvvəl hədd-i buluğ yaşına yetişibsə, onda həmin günün orucunu tutmaq o uşağa vacibdir. Hədd-i buluğ yaşı da alimlərin nəzərinə əsasən təqribən oğlanlarda 15 yaş, qızlarda isə 9 yaş kimi götürülür. Ölmüş bir kəsin qəza və yaxud kəffarə oruclarını tutan bir şəxs istər öz istəyi ilə edir, məsələn ata-anasının qəza və yaxud kəffarə orucunu tutur və yaxud istərsə də müəyyən bir muzd, puldur və s. bir qarşılığında insan ölmüş bir kəsin orucunu tutursa, o insan özü üçün müstəhəb oruc tuta bilər. Xəstə olan bir kəs Ramazan ayının hər hansısa bir günündə zöhr azanından əvvəl xəstəliyi sağalsa belə ona oruç tutmaq vacib deyil, lakin həmin günün qəzasını yerinə yetirməlidir. Şəriətdə bir məsələ də var ki, yevmul şək deyirlər, yəni şək günü. Bu hansı günə deyərlər? İnsan Şaban ayının son gününün və yaxud da Ramazan ayının ilk gününün olduğunu bilmir. Xüsusi bir gündədir ki, bilmir ki, Şaban ayının son günüdür, yoxsa Ramazan ayının birinci günüdür. Həmin gün oruç tutmaq o insana vacib sayılmır. Lakin o insan həmin gün oruç tutmaq istəsə, qəza və yaxud da müstəhəb niyyəti edə bilər. Əgər qəzası varsa, qəza orucunun niyyətini edəcək. Əgər müstəhəb oruç tutmaq istəyirsə, yenə həmin günün niyyətini edəcək. Amma Ramazan ayının orucunun niyyətini edə bilməz. Çünki bilmir ki, bugün Ramazan ayıdır. Lakin sonradan ona bəlli olsa ki, həmin gün Ramazan ayı idi, onda onun tutduğu oruc Ramazan ayının orucundan hesab ediləcək. Əgər gün ərzində öyrənsə ki, Ramazan ayıdır, onda həmin o qəza və yaxud müstəhəb orucunu niyyətini çevirməlidir Ramazan orucuna. Ramazan ayında və yaxud da vaxtı müəyyən edilmiş bir vacib orucda insan gün ərzində niyyətini dəyişmək fikrində olsa, yəni orucu pozum yoxsa yox, yemək yeyim, su içim yoxsa yox, yəni belə bir tərəddüd içində olsa, o insanın alimlərin nəzərinə əsasən orucu batil olar. Hətta yemək yeməsə belə. Amma müstəhəb, yəni bəyənilən və yaxud da qəza orucunda insan belə bir tərəddüd içində olsa, yəni orucunu pozub pozmamaq halında olsa, onda əgər qəza orucu tutursa, zöhr azanından əvvəl bu işi görübdürsə, zöhr azanından əvvəl niyyətini yenidən oruc niyyəti etməlidir. Müstəhəb oruçlarda isə şam azanından əvvəl nə vaxt niyyətini yenidən oruc niyyəti etsə doğrudur. Bugünkü məsələlərdə niyyəti qeyd elədik. Allahın izni ilə gələcək dərslərdə də orucun digər hökmlərini, yəni orucun batil edən şeyləri qeyd edəcəyik. Allah hər birinizə və zehin açıqlığı versin. Vəssalamu aleykum və rəhmətullah.